13 yaşlı şagirdi naməlum şəxslər uğurlamağa cəhd ediblər. İddialara görə hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil dərsdən çıxan şagirdə yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik davranaraq cinayətkarın əlindən qaçıb. Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı. Məni tutub maşına soxmaq istəyirdilər, deyə ana bildirib. İddialarla bağlı biz də üz tutduq Xırdalan şəhərində yerləşən bir nömrəli məktəbə. Məktəbin həyətindəki valideyn və uşaqlarla həmsöhbət olduq. Adətən əvvəl inanmırdım. İndi sadəcə olaraq son günlərdə inanmağa doğru gedirəm. Özümüz olsaq fikir yoxdur, yəni. Balaca körpələrimizdən ötürü əlbəttə ki, inanırıq. İnanmaq yaranıb. O inam hissi yaranıb yəni. Qorxu yaranıb. Təbii ki, təbii ki. Deyilən görə amma deyir ki, uşaq oğullar gəlir arada bura. Uşaqlar qaçırır, gedir elə. Biz də qorxuruq ki, biz də qaçırarlar deyə. Biz də sinifdə gözləyirik, məktəbin içində. Yəni tam bilmirəm, deyilənə görə uşağı qaçırmaq istəyiblər də, yəni uşaq da qaçıb. Amma bununla bərabər yayılan iddiaların əsassız olduğunu deyənlər də vardı. Hamısı o telefonlar eləyir, yalanlar. Hamısı yalandır. Məktəbə daxil olub baş verənlərlə bağlı pedaqoji heyətin mövqeyini öyrənmək istədik. İşçilər iddialarla bağlı məktəbin yox, valideynlərin məsuliyyət daşıdığını bildirirlər. Valideyn var ki, görürsən deyir ki, uşağı burax özü gəlsin. O məktəbdən kənar olan bir şey biz nə deyə bilərik ki? Yəni olub olmayıb belə bir hadisə? Bizim məktəbdə hələ ki şükür olmayıb. Direktor müavini isə baş verənləri əsassız adlandırıb. Birinci dəfə eşidirəm. Əgər belə bir hal olsaydı, yəni biz haqq hüquqlarımızı bilən adamıq, biz polisə müraciət eləyərdik, polisdən buna açıqlama verərdi. Bu şayədir, bu bir mənalı şayədir. Mən buna bir məsul şəxs kimi sözümü də deyirəm, nöqtəni də qoyuram ki, belə hadisənin heç yaxını da olmayıb. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Rəsmi orqanlar həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirib. Ruzanə Kərimli, Namiq Hüseyev, Xəzər xəbər.